Zat yiyin də, gündə nə qədər adam burada pulsuz yiyib içir gedirdim. Siz də gəlin yiyin burada. Bu qız qayıtdı onun böyründən dedi ki, olar mən də gəlim. Dedim, niyə gəlmirsən ki? Yadıma deyir, kimdir bu qız? Dedi, olar mən də gəlim. Dedim, hə. Akşam görən bir qız Nərminin canlısına qoşulub, Həci mənə dedi ki, get özüvü yığdır, gəl. Biz litopaksiya deyirlər, nə deyirlər ona? Liposaksiya. Litopaksiyadır, nədir ki, adını da bilmirəm. Ondan özüvü elə gəl. Bu nə danışıqdır, bu nə deməkdir? Həci mənə yazıb deyir. Elə siz canlıda idiniz də axşam elə demirdi ki, Həci özü mənə dedi. Bu qanuni yolla, mən qanuni yolla iş görürəm. Mən uşaq deyiləm. Bu ictimaiyyətə yanlış məlumatdır. Bunu sübut eləməlisən. Əgər hansı səhifə ilə sənə yazmışam, hansı TikTokla sənə yazmışam, hansı Instagramla, qulaq as, hansı Instagramla sənə yazmışamsa, sən bunu sübut eləməlisən. Bunun arkasında durmalısan. Bu, mən şu uşaqsan böyük bir şeydir. Nə deyirlər ona? Böyük bir... Cəmiyyətin, insanların fikrini yayındırıb da. Bu mən üçün böyük bir şərdir bu. Nüfusdan salmaq üçün cəmiyyətə yanlış məlumat verir. İctimaiyyətə yanlış məlumat verib bu qızların haqqında ki, Həci getsin. Həci mənə dedi ki, mən səni işə almaram, göt öz arxavıdır, qabağıdır, nə bileyim, başım çıxmır, bu adam nə danışır? Göt özünü düzət gəl bura. Sonra mən başladım, axşam qoşuldum bunun müsafirinə. Mən işçilərimə mən ümumiyyətlə mağazamda mesajlara cavab verən insanlar var. Mən sonra qayıtdı dedi ki, Xırdalan filialından qız mənə yazıb. Mən də Xırdalan filialını bugün bütün işçilərimi hamısını yığmışam dükana, Həzastanova. Ay bala, bu qızın nömrəni vurun kontakta, görün bu qızda kim cavab verib. Xırdalan filialından mənə deyirlər ki, Həci, bu aylar öncə bizim TikToka yazmışdı bu qız. Sizə model vakansiyasına ehtiyac var. Bizim qız da ona yazıb ki, model vakansiyasına hələ ki bizdə yer qalmayıb. Sonra ondan 5 gün, 10 gün sonra yenə yazıb bizim WhatsApp-a, salam. Bizim qız da ona yazıb ki, salam, buyurun xanım. O da ağ profildə orada qızlar bugün mənə göstərdi. Bu şəhəri atdığın üçün, bu mənim, bu ictimaiyyətə bu yanlış məlumatı verdiyin üçün sənin əlində sübutun olmalıdır, qızım. Sənin əlində sübutun olmalıdır. Sən bu boyda şəhəri çıxıb 10 min insanın içində mənə atırsansa, məni bu xalqa, bu millətə söydürürsənsə, sənin əlində bu boyda belə sübut olmalıdır bunun üçün. Başa düşdün? Sənin əlində sübutun olmasa, mən ümumiyyətlə bu xanıma heç bilmirəm. Bu xanıma heç tanımıram da kimdir. Mənə bugün yazırlar, dostlarım mənə atır anasının şərəf və əlaqətini, anasını söyən adamdan, Həci sən niyə baş qoşursan? Deyirəm, bilmirəm, mən bu xanımı tanımıram. Əgər mən belə tanısam da bu iki insanı, birincisi mənə işçiyə heç ehtiyac yoxdur. İkincisi də ki, mənə işçiyə ehtiyac olsa da ki, mən onu götürmərəm axı. Anasını söyən adamdan o çıxıb sabah məni də şantaj edəcək bu insan. Bu çox təhlükəli, çox qorxulu bir insandır bu adam. Mən bunu sənə bugün verirəmsə, tütəlim, bu indi hər nədirsə, bunu sənə bugün verirəmsə, sən bunu yiyə çıxıb sabahsı üçün yenə bunu inkar edirsən, çıxıb mənim dalımca danışırsansa, sən sabah bunu başqası üçün neyəcəksən? Sən çox təhlükəli bir insansan. Mən səni için mənə birinci işçiyə ehtiyac yoxdur. İkinci olsa da ki, mən səni götürmərəm. Yox, polisə vermək yox, mən polisə qanuni yolla, o mənim şərəf və ləyaqətimi bu millətə alçatdığı üçün, mənə şər atdığı üçün, əlində sübut olmadığı üçün, bəli, mən qanuni yolla o xanım çıxıb məndən üzr istəyəcək ictimaiyyətdə. Ona görə ictimaiyyətə yanlış məlumat verir mənim haqqımda. Mənim yüzlərlə, 200-lərlə, 300-lərlə işçilərim var mənim. Ona deməkdir, sən əlində sübut olmadan deyirsən, Həci mənə dedi ki, Həci özü mənə dedi deyir, ha. Qaydlar yəqin qabağımıza çıxıb, ha. Mən o qadını heç tanımıram, bu qadın kimidir. Mən də ona axşam qoşuldum, dedim, qızım, sən mənə sübut eləməlisən, sən mənə şər atırsan. Sən bunu mənə sübut eləməlisən, sübut. Harada yazmışam, hansı nömrə ilə yazmışam, hansı səhifə. Mən ümumiyyətlə, burada 4000-ə yaxın adam var. Andol Allaha, bilmirəm, mənə ümumiyyətlə gələn mesajları nə TikTokda olsun, nə Instagramda olsun, nə mənim 10 dənə mağaza var. Ora gələn mesajları ümumiyyətlə ki, mən görmürəm. Ümumiyyətlə ki, cavab vermirəm. Mənim köməkçilərim var. Bu deyir, Həci mənə yazır. Sonra Nərminlə qoşulandan sonra deyir, Xırdalan filialına yazmışdım. Qız mənə dedi. Sən bunu düzünü deməlisən. Sən bunu düzünü deməlisən. Qız sənə yazıb, deyən ki, qız mənə yazdı. Mən bütün günü dükanlardayım da, öz dükanlarımda. Əgər iş istəyirsən, gəl mənim özümə yaxınlaş. Birinci TikToklarda iş axtarmırlar. TikToklarda iş axtarırlar, qızım.
Bu qızlar hamısı mənim yanımda işləyir. Bu qızın özü. Neçə ildir məndən işləyirsən? 2 il. 2 il, 3-cü ilə keçib. 8 aydır bu qız məndən işləyir. TikTokda iş axtarmısan qızı? Hə? İş istədik. Mən elan paylaşmışdım. Gəldim mağazaya dedim həcə mənə iş ver də, düzdür? TikTok oturub kimisə müzakirə edib iş mi axtarırlar? Qaldı Gül xanıma. Gül xanım ümumiyyətlə ki məndən işləmir. Gül xanım aylar bundan öncə məndən işləyib. 1 il bundan qabaq. Onunla mən sizə açıqlamasını verim. Gül xanımla tanımırdım. Nə Gül xanım kim olduğunu da bilmirdim. Bunu Xoşqədəm xanım məndən xahiş elədi ki, həcə bunun uşaqları nə bilim elə belə aliment verməlidir falan ora bura. Bunu işə alaq. Dedim yaxşı alaq. Bu da 1 il bundan qabaq oldu. Nəsə Gül xanımı işə aldım. Gül xanım özünü doğrultmadı. Nəsə bizə problem yaratdı. Gül xanımı biz işdən atdıq. Başa düşdün? Atdıq çölə. Sonra Gül xanım getdi, başqa problemlər gəldi başına. Sonra bu Gül xanım yenə gəldi evinə. Xoşqədəm xanım dedi, bəlkə bir dəfə də bir şans verək buna. Dedim yaxşı verək. Gəldi 2 gün işlədi, 3-cü günü bunu atdım çölə. Dedim bu yenə mənə problem yaradır, bunu uzaqlaşdırmışam. Bu heç, Gül xanım məndən heç. 2 gün o da içində paltar geyinib, nə bir şey elə belə adi qızlar 1-2 dənə video çəkdi bundan falan çıxdı getdi. Əgər bir insan bir insana şər attığına görə bu insanın əlində sübut olmalıdır. Başa düşdün? Mənim əlimdə sübut yoxdur. Mən bu qızı necə şərləyə bilərəm? İnsanlara yanlış məlumat verə bilərəm. Başa düşdün? Hərci mənə dedi ki, get nə bilim özünü yığdır. Mən nə deyirlər ona? Litapaksiya. Litapaksiyadır. Nə deyə də bilmirəm heç onu. Hərci birinci yığdırandısa özünü yığdırsın. Hərcinin burnu kiməsə danışanda ağzına girir. Birinci özünü əl gəzdirər. Başa düşdün? Vallahi birinci əl gəzdirərəmsə, birinci özümü əl gəzdirərəm də, səni neynirəmsə kiməsə əl gəzdirib. Ağzım bir yana əyilib, gözüm bir yana gedib, kiməsə danışanda burnum da ağzına dirənir. Birinci yığdıranamsa, birinci özümü əl gəzdirərəm, bu birincisi. İkincisi də cəmaatı, məmləkəti düzəltmə mənə qalıb, qızım. Başa düşdün? Mənim nəyimə lazımdır, mən gedim kiməsə, özü də mənə işçi birinci lazım olsa ki, mən o qızı götürmərəm, o qaydlarını atmışlar mənə. O necə anasını söyür o qız? Bir insan sənə həyat verən bir insanı sən bu qədər aşağılayıb onu cəmiyyətə təhqir edirsənsə, sənə iş düşürmü? Səni hansı ağıllı insan səni birinci işə alır? Heç bir insan onu işə almaz. Ağlı olan insan bu heç. İkincisi sənə iş lazımdır. Qızım, gəl dinə həcə, mənə iş lazımdır. Mənim atasız uşaq böyüdürəm. Mənə TikTokda iş axtarmır ki, cəmaat mənim dükanıma gəlib iş axtarır da. Bu qız misal sən mənim dükanıma gəlmişdim iş axtaranda. Yoxsa TikTokda məni müzakirəyə mi qoyub gəlmişdi? Yox, WhatsAppda yazmışdı. WhatsAppda yazdı ki, həcim mənə iş lazımdır. Onlar mən gəlib səndən model kimi çalışım. İşçiyə ehtiyac vardı, gəldi işlədi. Adi bu Günel, adi digər modellərin. Bu nə deməkdir? O qız məndə işləyirdi. Nədir Hövs Xırdalan filialında məndən işçilər işləyir. Gidib, mən indi bugün bu şərləri mənə atırsan, sənin əlində sübutun varmı qızım? Sən qayıdıb deyirsən, bu boyda ictimai içində mənim nüfuzdan salırsan, mənim şərəf və layaqətimi bu millətə alçaldırsan, məni sosial şəbəkədə milləti mənim üstümə qaldırırsan, sən bunun arxasında dura biləcəksən? Əlində sübutun varmı? Sən mənə bu şərləri mənə attığın üçün əlində sübutun olmalıdır sənin. Mən heç, mən xanımı tanımıram. Mən qanuni yolla ona cavab verəcəm. Mən bugün 102-yə müraciət eləmişəm, saat 5 tamamda, bugün saat 5 tamamda. Sabah dünən, bugün Suraxani rayon baş polis idarəsində mənə zəng gəldi ki, o xanım sabah bölməyə dəvət olunacaq. Gəlmərsə, o ora gətiriləcək. Gəlib sübut eləsin də mənə. Ay sağ ol, düz deyirsən. Məni bu boyda şərlər atırsan. Deyirsən, həlçi dedi ki, get özünü yığdır, gəl sən işə alım. Harada demişəm? Mənə sübut elə. Hansı səhifədən sənə yazmışam, hansı nömrədən sənə yazmışam, hansı telefonla sənə zəng olunub. Bu adama sübut olmalıdır, qızım. Başa düşürsənmi? Sübut eləməlisən sən bunu. Sən bu boyda çıxıb bir 10.000 insanın içində deyirsən ki, indi onun 5.000'i məni tanıyırsan, indi insaflı, vicdanlı insanlar varsa içində aldanar ki, biz həcini tanıyırıq. Mənim şəxsən 1300 dənə işçim var, mənim. Mənim 1300 dənə işçim var. 1300 nəfər gündə evinə mənim yanımdan çörək pulu aparır mənim filiallarımdan. Başa düşdün? Onların içində modellər var, onların içində satıcılar var, onların içində administratorlar var, onların içində nəzarətçilər var, onların ambarda işləyənlər var. Nə qədər işçilər var? Cəmaət ailəsini mənim dükanıma etibar edir, gəlir insanlar mənim yerimdə çörək pulu qazanırlar. Ona demək sən indi səni kimi öyrədib salıb bu cəmiyyətə ki, sən cəmaətin gözündən məni salmaq istəyirsən?
Mən şəxsən bunu təqribat kimi aldandır ki, sən bunu öyrədib mənim qarşıma çıxardır bu qızı. Mən bugün ifadələrimdə də demişəm bugün Suraxanı rayon baş polis idarəsində. Demişəm araşdırırsın görə bu qızı kimə qarşı doldurur. Vallahi. Sabah bu qızı ora dəvət edəcəklər, mən özüm də gedəcəm. Görüm qızım, mən sənə şey eləmişəm. Sən mənə sübut elə, görüm hansı səhifə ilə yazmışam sənə. Sübut elə mənə. TikTok'dan yazmışam mənə sübut elə, WhatsApp'dan yazmışam mənə sübut elə. Çıxarsınlar görün telefonla danışmışam, telefondan. Telefondan mənə sübut elə. İndi burada 4000 insan var. İndi onun ola bilər 1000 nəfəri mənə inanlar. İndi deyək ki, biz Həcini tanıyırıq. Həcı belə insanlar deyil. Nə qədər insanlar bunun yanında işləyir, evinə çörək pulu aparır. Onun nə qədər insanların fikirlərini sən mənə qarşı yayındırırsan. Deyirsən ki, şeydir. Nə qədər Həcinin dükanından kimdir mal alan? Həcı 3 gün qabağı endiriminə bax. Həcci başqa şey. 3 gün bundan qabaq olan endirim. Bir dəqiqə bu sən tizam. Mənim telefonumu ver oradan. 3 gün bundan qalam endirim. 3 gün bundan qabaq. Bir adam canlıda anasını söyürsə. Yox qardaş, ola bilər ya anasını söysün. Mən o şəxsi işidir. Mənə dəxli yoxdur. Milləti mənim qarşı çıxardır. İctimaiyyəti məni cəmaatın gözündən salır. Mən bilirəm bu onu kimsə mənə qarşı öyrədib. Çıxsın cavab versin. Kimi öyrədib bu qızı mənə qarşı? Çıxsın desin. Mən kimdən tələb eləmişəm? Kimdən tələb eləmişəm bu günə kimi götürsün yığdı, gəlsin mənim üzümə qalsın. Ay qardaşım, şərəf və layıqatını alçaqlığı... Təbii ki, mənim şərəf və layıqatımı alçaqlığı çıxıb cavab versin. Özdə bağışlama, gerisini yapar. Mən ona keçərəm, çıxsın üzr istəsin məndən. Desin ki, kimsə məni öyrətdi, kimsə məni öyrədib. Çıxıb desin, doğruları desin. Yox, çıxıb səhvini düzəlsin, все. Kim silib? O ümumiyyətlə mənim qızlarıma yazıb, mənim işçilərimə. Yox, silə bilməz. 2025-in mesajı indi silinə bilməz. Deyəsən bir həftəyə silə bilərsən də ancaq, hə? Yox, qızların nəyinə lazımdır? Bizim işçilərə bizim yüzlərlə mesajlar gəlir. Qulağa. Bizim qızlara yüzlərlə gün ərzində WhatsApp-a mesaj gəlir, paltar istəyirlər, sifariş olur. Qızlar deyir, ümumiyyətlə biz heç nə silməmişik. Qulağa. Bu bir dəfə bizə TikTok-a yazıb deyir. Aylar bundan öncə, aydan deyir, aylar bundan öncə TikTok-a yazıb ki, bu qız. Yazıb, bir dəqiqə sözümü deyim də. Madem ki, anasını söyürsə, canlıda, ağzına gələni. O səndən reyting yığır, sən onu tanımırsan. Yox, etələtti, reyting söhbətini qoy qırağa. Tükürüm onun reytinginə. Şikayət edib də. Yox, o mənim nüfuzumu aşağı salır, milləti mənə qarşı çıxardır axı. Bəlkə bunu öyrədiblər bu qızı mənə qarşı. Mən kimdən indiyə kimi tələb eləmişəm ki, get özünü yığdır gəl məndən işlə. Bu ayıb deyil bu. Kimdən bu tələb olunub, onlar da çıxsın mənə desinlər ki, Adil Ləman məndən işləyib, TikToker Ləman. Ləman 6 ay bir məndən işləyib, 4 ay bir məndən işləyib, 3 ay bir məndən işləyib. Elə şeylər olmayıb axı. Bu Baykuş xarakterlidir ki, yanındakı işçilərdən çıxaraq... Qayıdıb deyir ki, Gül xanım kimi qayıdıb deyir ki, gözlə bir dənə, Rəşadın səhifəsini mənə tap. Burada, bura mənə atıblar, bura bax. Gözlə, burada mənə atıblar. İndi göstərəcəm mən sizə. Bir dənə gözlə. Yuxarıda axtarışa ver də, adı nə? Yox, gözlə, bir dənə başqa şey göstərəcəm. Qayıdıb deyirsən ki, Həcinin dükanında kimdir mal alan? Bura bax. Bu xəbər, bir dənə gözlə. Bu xəbər saytları 3 gün bundan öncə. Bura bax. Bütün bu mənim sabunçu filialımdır. Baxın. Həcama sənin ağlındadır, bəyən. Bura baxın. Qızlar görürsünüz, izdihamı mənim mağazamda, sabunçu filialımdır bura. Çünki sən endirim elədin, ay heç. Bax bir dənə. Sən elədiyin endirimi heç kim eləməyib hələ. Bu boyda əhalini görürsünüz mənim dükanımda. Bakıda burada olmayan yox idi, baxın. 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 Demək olar ki, Bakının yarısı hamısı buradadır. Bu xəbər saytları paylaşıb bunu. Nə qədər içəridə adam var, qapı bağlıdır, nə qədər insanlar çöldə gözləyir. Mən bunlara hamısı dəvətnamə göndərməmişdim ki, mənim dükanıma gəlin. Bunların insanı mənə olan sevgisidir, mənə olan inamıdır. Gəlirlər məndən indirimlərdən yararlanırlar, məndən mal alırlar. Da o insanlar deyir mənim qapıma gəlsin. Kimsə çağırmıyor ki.
Yox, xanım, şikayət eləmə, mən ondan şikayətçi olmayacağam. Çıxıb səhvini düzəltsin bu xanım. Bu ictimaiyyətə yanlış məlumat verib. Başa düşdünüz də nə demək istəyirəm? İctimaiyyətə yanlış məlumat. Deyir, hərci dedik, get falan yerləri düzəltkən məndən işlə. Harda demişəm? Hansı səhifə ilə yazmışam sənə? Mənə sübut eləməlisən sən bunu. Sübut. Hansı telefonla yazmışam? Hansı səhifə ilə yazmışam? Mən ümumiyyətlə səni tanıyıram ki, sən kimsən? Mən səni tanımıram axı heç səni. Harda yazmışam sənə? Çıxart göstər. Çıxart göstər qızım, çıxart göstər. Çıxart göstər, mən bu xalqdan üzr istəyirəm. Əgər sən mənə şəratım, yanlış məlumat ictimaiyyətə verirsənsə, səhvi düzəltməlisən, üzr istəməlisən. Mən bilmirəm sən bunu eləyəsən, sən aylar öncə məndən iş istəmirsən, indi niyə çıxıb danışırsan? Ya kimsə bunu mənə qarşı doldurur bu xanımı? Bir şey götürməmsənsə də, abişlik qalıb da. Yox, ola bilər ki, mən onu qaydarını gördüm, mənə atıblar, anasını necə söyür. Mən ki, onu işə almaram axı. O Nərminlə çıxış edirsən, orada oyunu vura Nərmin. Yox, Nərmin sağ olsun bizim tərəfimizi tutub orada. Yox, Nərmin yox. O orada yanlış məlumat verir. Nərmin deyir ki, Həcci birinci sənə belə söz yazmaz. Sən bəlkə işçilərlə danışmırsan. Qayda deyir, yox, Həccinin özü mənə yazıb. Hə, yox, necə yəni? Məsələn, mən qanuni yolla onunla danışacağam. Yox. Gör necə qızdı ki, anası sevdən oldu. Hə. Çıxsın səhvini düzəlsin. Çıxsın səhvini düzəlsin. Çıxsın üzr istəsin. Yox, mən olsam bunu vermişəm. Haçan demişəm? Mənə sübut eləməlisən. Gəlirlər ora Allahın kassanın yanında. Belə əzlə həcciyə bilirlər. Hara ödəyə, hətta bilirlər ora. Mən kimisə üzünə baxıram ki, kimsə mənə... Mən ümumiyyətlə... Kukla kimi qadın var, neyinir ona? Özlərini əzib bizə danışırlar. Ümumiyyətlə dükanımda da olsam, mən həm də canla, başla hamıya cavab verirəm, canım, ürəyim deyib hamıya keçirəm. Valla normal danışanlara normal cavab verir. O ki, kim ki gəlir, əyilir 5 metr aşağı, nahara ödəyək deyəndə deyir, başın qaldırır əlində telefon belə ora, eləyir belə. Heç fikir də mən kimisə üzünə baxıram ki, dükanlarımda kimsə mənə elə desin. Mən hamıya hörmətlə yanaşıram, qıdan alım sizi. Olmaz axı belə cəmaatda bu boyda şəratıma. Nərmin sağ olsun, Nərmin çörək itirən qız deyir. Nərmin deyir ki, Həcci belə şey deməz. Ki, Həcci WhatsApp-a baxır ki, sənə cavab da verə. Həcci TikTok-a baxmır axı, mənim işçilərim var. İşçilər baxır, mən baxmıram ümumiyyətlə. Nə gələn mesajlara, nə Instagrama gələn mesajları görmürəm. 6-7 dənə nömrə var, ora gələn mesajları da heç görmürəm axı mən. İşçilər, özdən mən ona cavab verməmişəm. Bizim Həzzi Aslanova yazmayıb. Aylar öncə bizim Xırdalan filialına yazıb bu qız. Xırdalan filialına. Yazıb ki, sizə model ehtiyac var. Bizim qız da deyib ki, hələ ki bizim vakansiyamız bitib, yoxdur. Bizim onunla da bitib. Bir dəfə də haçansa bizim WhatsApp-a yazıb, onu dünən göstərilmiş. Bizim WhatsApp-a yazıb, iş nömrəmizə. Salam yazıb, bizim qızlar da səs atıb. Salam, buyur xanım. Psyo. 2 dəfə yazıb. Nə oradakı, o adı, nə deyirlər ona? Necə elə deyib? Necə? Litopaksiya nə? Liposaksiya. Ha, onlar, o ki, elə söhbət olmayıb axı heç orada. Abi, başqa dömlərsə təşkildən baxalım. Yox, ictimaiyyətə yanlış məlumat verir axı. Ay gül. İndi polisi çağırsın sorğuya, görüm orada yanlış məlumat. Yanlış məlumat verir axı o. Evet edir, öz O mən indi öz aləmində indi gözdən salmaq istəyir. İndi yox, indi bu canlıda 4000 adam var. İndi 2000 adam görürlər canlıda, danışığını da itirirlər, özünə dediyini də bilmirlər ha bunlar. Sən hər kəlmənin arkasında durmalısan, ay gün. Sən özün bu ölkədə qulaq as. Hal-hazırda müğənni Aygün Səfərov da yanımızdadır, dostumuz. Ay gün, sən özün bu ölkənin populyar müğənnisisən, ay gün. Mən bax, sən bu ölkədə tanınan müğənnisən. Efirdə danışdığın hər kəlməyə görə sən məsuliyyət danışırsan, qızım, düzdürmü? İctimaiyyətə yanlış məlumat vermək olar. Sən özün tanınan müğənnisən ölkədə. Valla mən Həccini bir ildən çox, 2 ildir tanıyıram. Mən ona abi deyirəm, qardaş deyirəm. Yəni o çox gözəl. Aygün Səfərovdur. Könül çox sağ ol ürəyim. Yəni mən Könül 8-i gəl bura, könüldür. Müğənni də. Salam ürəyim, necəsən? Könül 8-i sən də gəl də bura, könül. Hə. yəni ümumiyyətlə Yox, əzizim, bax bu ölkənin tanınan müğənnisi Aygün Səfərov. Efirə çıxan müğənnidir. Mən qayıdıb ona deyirəm ki, ictimaiyyətə yanlış məlumat vermək olar. Əgər yanlış məlumat verirsənsə, əlində sübutun olmalıdır, arkasında durmalısan, Aygül, düzdürmü? Özün məlumat ver. bax, ümumiyyətlə deyim dostlar, valla mən Həccini 1-2 ildir tanıyıram. Həcci bilsiz necə insandır. Mən hər şeyi qoydum kənara. Mənim açılışlarımda görmüsünüz necə canla başla bir qardaş kimi, böyük kimi orada böyük eləyib.
Həci gözəl ailəsi, işi, gücü, o qızları belə model deyir, o modellərinə, işçilərinə belə o batı deyir. Yəni o kimin pis xisləti varsa, kimin beynində nə fikri varsa deyir, hər kəs özünü elə görür. Olmaz axı, mənim əzim. Tanımıram, amma yəni ayıb, əgər elə bir şər atıbdırsa ayıb olsun. Yəni və heç bir şey ağızdan çıxan hər kəlmə sosiallaşıbsa bu, həci də verib zaten polisə. Bizim Azərbaycanımızın qanunvericiliyi var və bu qanunvericilikdə biz vətəndaş olaraq hamımız məsuliyyət daşıyırıq. İndi sabah çağırırlar, indi onu polis qurumları bilər. İzahata alınar, görək harda yazılır. Sübut Harda eləsin, yazılır, o sübut kəlməsini. eləsin də. Yox, əgər sübut eləyə bilmirsə, Uşaqlar, bax. 12 milyon, 11 milyon içində sübut eləyə bilmirsə, həci, sən də onda deyirsən, nə bağışlayarım, niyə bağışlayırsan? Yox, çıxsın səhvini düzəlsin də. Üzr istəsin, sonra bağışlayar. Çıxsın səhvini düzəlsin. Deyir ki, yanlış məlumat vermişəm mən. Yoxdur, Əlində sübut olmalıdır bu insan. Mən ki o qızı tanımaya. Mən ki öz tariximə heç baxmıram. Hani telefonu. Mən ki gələn mesajlara baxıram ki, mən o qıza da cavab verəm. O iş istəyib, işə düzəlmək istəyib. Ay işə düzəlsin, iş istəyib mağazaya gəlsin də TikTokda iş axtarırlar ay gör. Abişnik qaldı. O ağılla onu kim işə alır ki? Anasını Şərəf Əlləyə qatır, anasını söyən adamı kim işə alır? Həci deməyən sözü indi deyibsə, onun bu şərin görəndən sonra Onu kim işə alacaq? Müdiriyyət onu işə götürər. Onu heç kim işə almaz. Ortada olmayan bir faktı yalandan sosiallaşdırırsa əgər o insan, kim sabahsı bir gün hansı müdür onu qorxusundan işə götürər ki, bu hələ olmayan şeyi sosiallaşdırır, olan şeyi gör neyniyər. Vallahi çıxıb Göz azamatın aramızda üzünə zadına qalır da, düzdür. yəni özünü gözdən salır bu Düz ülkədə. eləmədi də yəni. Mən ki onu tanımaya. Onu necə bir dəfə görmüşəm. Xoşqədəm xanımın verilişində bir dənə oğlan var, Hüseyn adında bir iştirakçı var. Yoldaşı da adı nədir? Ayşaddır, nədir? Bir dəfə canlı açmışdım. Bu Hüseyn mənə şey atdı, nədir? PK atdı mənə, qoşuldu mənə. Hüseyn. Bu da oturmuşdu Hüseynin yanında. Hüseynə dedim, Hüseyn gəl çörək zad ye də, restorandayım. Qayıtdı dedi ki, mənə bunlar kimlərdir? Mən nə bilim atqaz elə. Qayıtdı o Hüseynin böyründə oturmuşdu. Dedim mən alinəm. Alin dedi, Ayşad dedi, nə dedi? Onlar mən də gəlim, dedim ha qızım gəldin, niyə gəlmirsən ki? Yeməkdir də ye. Olsan bütün günü burada pusu yedizdirib, içizdirib yola salır. Sənə qızım deyir, Həci, qızı ayıbı yaşındasan. çəkir. Sən ona deyirsən həci deyir, liposaksiya. Səndən reyting istədi, sən də ona yaşın Yox, ictimaiyyətə yanlış məlumat verir. Ay bəs necə məşhurlaşsın? Ad çəkib bu insan bloger olmaq istəyir, tanınmış olmaq istəyir və kimisə yanı düzəlmək istəyir. Antireklam da reklam. Ay bala, yığdırmaq istəyirsən özünü git həkimlərə müraciət elə, git yığdır, kəstir, tökdür. Həci burada sən üçün nə deyəm? Həcinin adını çəkib gedib üzünüzü yığdırırsınız. Deyir həci mənə deyir ki, falan yerləri düzəlt gəl işlə məndən. Amma mən harda demişəm sənə? Sən mənə sübut eləməlisən onu. Ayıb deyilmi? Sən mənim qızım yaşındasan. O ayıbdır. Çıxıb yalandan danışırsan orada həci mənə dediyi zat. Nərmin sağ olsun, Nərmin məndən çörək kəsib, məndən işləyir. Nərmin kişi qızıdır. Nərmini bəyənmirsiniz. Nərmin deyir, mən həci ilə işləmişəm. İl yarım işləmişəm. Həci ki, harda deyib sənə? Həci ki, WhatsApp-a cavab verir ki, sən də cavab versin. Harda deyib? Sən sübut eləməlisən, ne qızım bunu? Nərmin yediği qaba tüpürən qız deyil, Nərmin. Nərmin kişi qızıdır. Qayıdıb deyib ki, qızım, sən birinci həci sənə yazıbsa öz aramızda qalıb. İkincisi həci ki, WhatsApp-a cavab vermir axı. And ol Allah, mən ki, öz tariximə cavab... Bax, burada olanlar, 4000'ə yaxın adam var. Mənə öz şəxsi TikTokuma yazmışsınız. Mən sizə cavab qaytarmışam. Hani mənim telefonum zibilə qalmış. Qaytarmışam. Mən TikTokun direktinə cavab vermirəm heç. And ol Allaha vermirəm. Yalan deyirəmsə Allah mənim bəlamı versin. Heç mənim öz şəxsi TikTokumda bəlkə ki bir 10.000 mesaj var. Vaxtım yoxdur ora girməyə. Bir həci mənə cavab verdi. Harda vermişəm ay qızım mən sənə cavab? Ha mənim nəyimə lazımdır? Sən git hansı həkimi səni düzəltdirirsən. Mən birinci düzəldənəmsə gedib birinci özümü düzəldərəm. Hüseyn sənə şey atıb. Hüseyn yox, atıb o kim ki? Xoşqədəm xanımın verilişində olan oğlandı, pek atıb bura. Pek atmayıb, şeyə qoşulmaq istəyir. Yəqin sənə söz demək istəyir. Hə. Nədir onun adı? Misafirə qoşulmaq. Ha, qoş onu, Kimi qoş. tanıyırsan? Ha, tanıyıram, hə. Qoş. Hə. Hüseyn, nətərsən Hüseyn? Axşamınız xeyir olsun. Çox sağ olun. Siz Nə necəsiniz? vaxt, nə yox? Təşəkkür edirəm. Çox sağ olun. Var olasınız.
Düz o söhbətdə birində mən də oldum. Heç siz onunla danışmadınız. Açığı deyim mən burada. Bax sənə az deyirəm, sənin tək balavın canına. Mən sən yaxşı uşaq səni. Mən səni bir-iki dəfə də Allah öz can restoranıma sağlığı. dəvət eləmişəm. Gəlib ailənlə burada Təmənnasız. Allah köməyiniz olsun. Bəli, Allah min qat əvəzini versin. Bir dəfə mən burada canlıda idim. Sən mənə PK-ya qoşuldun, Hüseyn. Bəli, bəli. Gördüm bir dənə qız böyründə oturub, mən səni restoranıma dəvət elədim yoldaşınla bərabər. Gördüm bir dənə qız böyründən çıxdı, dedi, olar mən də Hüseygillə gəlim, dedim, gəl də. Elə olmadı. Bəli, bəli. Hələ birində də siz verilişdən çıxanda mən qayıtdım dedim ki, hələ zarafat dedim ki, gəl istəyən gəl dedim, o nə demək daha üstün, mən oldum, olmadım. Nə vaxt istədiniz, gedin əyləşin. Mən bir dənə sən deyirəm, Hüseyin. Mən elədim ki, ailen də göçsün də, mən oldum, olmadım. Gedin, giyin, için, çıxın gedin. Bax, belə dediniz mən, heç ailə ilə danışıq olmadı orada. Ailen də mən də geləcəm. Dedim gedəm, hələ işlə də bağlı nə söhbət oldu orada. Siz onunla, mən onunla danışdım Şivay. Deyir ki, işlə bağlı heç bir cavab vermədiniz. Amma yemək içmək dedi, problem yoxdur. Mən oldum, olmadım. Gedin orada. Siz mənə qoşuldunuz, gördüm böyürdən bir qız mənə dedi ki, olar mən də bunlarla gəlim. Dedim, gəlirsən, gəldin, kim olduğunu bilmirdi. Bəli, elə olub, bəli, düzdür. PK eləyirdim mən onunla, düzdür. Axşam canlı açıb ağzını qoyub Allah yoluna olmaz axı, ayıbdır, ictimaiyyətin yanlış məlumat vermək olmaz, təzə qanunlarımız çıxıb. Hər bu ağızdan çıxan kəlmənin arkasında durmalısan, sən. Əlbəttə. Başa düşdün? Hər kəlməyə görə məsuliyyət daşıyırsan sən. Qayıt deyinən ki, canlı aç deyinən ki, həcim mənə 1-2 min adam görüblər canlılarında özlərini itiriblər. Sabah sən əl-ayağı gələndə bu 2 min insan sənin arkanda durmaz, Biraz adam görürsünüz canlınızda, danışığınızı itirirsiniz, bilmirsiniz nə danışasınız. Başlayırsınız reytinqə işləməyə. Olmaz axı elə şey eləməyə. İstəyir mənim canlımda ki 1 min adam olmur ki 1 qəpikli o, heç kim olsun. İctimaiyyətə yanlış məlumat vermək olmaz. Dezinformasiya vermək olmaz, bəli. Qayıt mənə deyir ki, canlı yayımda, qayıt deyir ki, Hacı mənə dedi ki, özü mənə yazdı, mənə dedi ki, sən get özünü yığdır, mən səni işə alım. Sən özünü yığdırmasan, mən səni işə almaram. Harada demişəm bu sözü, ay qızım sən? Estağfurullah. Hansı səhifədə yazmışam, hansı nömrə ilə danışmışıq, hansı telefonda sənə yazmışam. Sən bunları mənə sübut eləməlisən axı. Sən bir-iki adam öz canlıqda görüm, niyə özünü itirmişsən? O da necə olub, Hüseyin, necə olub ha bu? Bu necə olub? Ürəyim, öpürəm səni, bağışda da yanıma gələ bilmədim. Danışarıq. Dubaydan gəlib, uşaq ki, görüşə də bilmədim ondan. Başım necə qarışdı. Bu necə olub? Bizim aylar öncə mən bugün bütün SMM-lərimi yığmışdım bir yerə, Hüseyin. Bütün SMM-lərimi yığmışdım bir yerə. Həzaslanov filialına. Mənə qayıdıb qızları yığmışam, ay qızlar, bu nömrəni kontakta vurun, görün bu nömrə kimdən danışıb. Gördüm ki, Xırdalan filialından danışıb, aylar bundan öncəyi, 6-7 ay bundan qabaq, qızlara yazıb ki, salam, qızlar da səs atıb ona, salam, buyurun xanım. İkinci kəlməni o yazmayıb, nə də ki, bizim qızlar yazmayıb. Bir də aylar bundan öncə, qızlar tanıyır da bunu, bizim işçilər. Aylar bundan öncə Hüseyin yazıb ki, salam, sizdə model vakansiyası var. Bizim qızlara TikTok'da yazıb. Bizim qızlar da ona yazıb ki, hələ model vakansiyamız yoxdur. Bu qədər. Orada başqa artıq əşyarət söhbətlər olmayıb axı. Niyə sən bunları gündəmə gətirib yalanlar özü biabır edirsən? O fakt, orada əgər elə bir şey olsaydı, maşallah olsun, Allah ruzunuz bol eləsin. Orada nə qədər sizin filiallarınız var, orada və hərəsində də bir 50-60 dənə işçisi varsa, bu işçi, öz işçilərimə mən deməyim, yaz bir insana mı işləyirəm ki, ged özü belə elətdir, elə elətdir. Elə deyənəm, öz işe götürdüyüm adamlara deyərəm də. Ay qardaş, birinci düzəldə səliqə salanam, birinci gedib özümü səliqə salaram da, mənim 40 yaşım var. Birinci adam özündən başlayar. Başa düşdün? Əgər bunu eləyənəmsə, birinci gedib özümdən başlayaram da, ağzım bir yana gedir, gözüm bir yana, burnum bir yana gedir. Birinci eləyənəmsə, birincisi özümü eləyim. Sən nə edirəm mən? Başa düşdün? Birinci eləyərəmsə, özümü düzəldərəm də, səni neyiniyim mən səni düzəldirəm? Adam birincisi özünü düzəldər, əgər eləyəndirsə. İkincisi də, mənim nəyimə lazımdır qızım, mən sənə qızım deyə deyirəm. Gəl səhvini düzəld, ictimaiyyətə yanlış məlumat vermişsən, çıx üzür üstə. Mən o zaman şikayətimi eləmişəm, 102-yə bugün məlumat vermişəm, saat 5 tamamda.
Sabah indi bu ortalığa çıxacaq nə O var? kayıtlar mənim də qabağıma çıxdı. Mən də baxdım. pis Qardaş, oldum. Çünki olmaz axı. ən azından Nə olub sənə? o 2 dəfə sizə söz atıb, Allah haqq and olsun Allaha, Allah şahiddir Ramazan ayıdır. Siz heç onu eşitməməzlikdən gəlmisiniz. Bax belə açıq deyim də mən. Yemək Arkadaş, içməyinə mən onu dediniz ki, tanımıram axı o götürsün. Bəli, bəli. O dedik Arkadaş, mən eşitməzlik tanımıram, amma mən yemişmək onu tanımıram. Gəlsin mən oldum olmadı. Nə vaxt siz yerin orada. Bizdə təzə qanunlar çıxıb. Kiməsə şər atmaq üçün, kiməsə bir qara yaxalamaq üçün sənin əlində sübutun olmalıdır. Sübutun olmadı, əl-ayağı gedirsən. Əlbəttə, bəli. Olmaz axı qardaşım, olmaz. Əgər Temboli biraz tanınırsansa, kütlən varsa, kütləyə yanlış məlumat vermək olmaz. Əlbəttə, PR xətrinə dezinformasiya verməklər olmaz. Qardaş, nə danışırsan? Ayıbdır. Birinci özün üçün ayıbdır. İkincisi də qanun buna yol vermir. Yalandan nəsə deyim, çıxım sabah bunun arxasında durmaq var, mənim qardaşım. O məzələni sənsən, cəmaata yanlış məlumat vermək olmaz da kimsə haqqında. Onun arxasında dura bilməlisən sən. Olmaz. Xəyal, gəl qızlara gör nə yeyirlər. Günlər ki. Olmaz. Heç nə. Hüseyin, mən çıxdın üzr istəsin. Ya da ki, üzr istəmişdim məndən. Mən ona yazdığını sübut eləsin ki, mən çıxıb xalqdan üzr istəyirəm. Başa düşdün? Bəli. Mən heç o qızı tanımıram. Mən heç nə TikToka cavab vermirəm, nə Instagrama cavab vermirəm, nə WhatsApplara cavab vermirəm. Nə gələn ümumiyyətlə gün ərzində 10.000 mesaj gəlirsə, mən heç bu mesajları görmürəm. Kim mənə yazır? Mənim burada köməkçilərim var. Hər dükanda 2 dənə köməkçim var. Instagramları, TikTokları işlədən işçilərim var mənim qardaş. Mənim işçilərim var. Ümumiyyətlə mən gələn mesajlara falana baxmıram mən. Kim mesaj yazdı ki, mən görmürəm. Əgər vacib olarsa, əgər mühüm olarsa mənə göstərəcəklər. Mühüm olmayanı ki, mənə göstərmirlər. Qızlar özləri yola verir, özləri cavab verirlər. Olmaz, elə eləmək olmaz. Ayıbdır. Kiməsə şərh atmaq olmaz. Sənə İran olmaz. Bir söz, birinə bir söz deyirsənsə, sən onun arxasında durmalısan. Mənim qardaşım, olar mı elə şey eləmək? Əlbəttə olmaz. Ayıbdır. Öz PR xətrinə İş istəyirsən, kişi qızısan, iş istəyirsən, gəl mağazaya, bir restorandayım, nə mən restorandayım indi bir dəqiqə. Gəl restorana, gəl özün gəl yaxınlaş mağazaya, dinayəcək. Mənim uşağım var, körpəm var, mənim model işi, ya reklam işi ver. Ki, mən səni görməyə çıxım, mənim haqqında danışırsan. İş istəyirsən, gəl iş. Bundan sonra ki, mən işçisiz də qalmışam, onu ki, qapıma qoymaram. Bu bir. İkincisi də qardaş, bu ölkədə məndən başqa mağaza yoxdur. Yüzlərlə ticarət mərkəzləri var, minlərlə ticarət mərkəzləri var. Qardaş, gidin ayrı yerdə işləyində, mənim dükanımın qapımın ağzına bal tökmüşəm. Ay Hüseyin, məndən başqa bu ölkədə dükan yoxdur, qardaş, ticarət mərkəzi yoxdur. Var, çoxdur. Niyə yoxdur ki? Çoxdur. Ay qardaş, mən özümə bal səpmişəm, özümə yağ səpmişəm, qaymaq mı səpmişəm, hamı tökülüb, həci iş versin. Ay qardaş, milyon dənə ticarət mərkəzləri var, gidin ayrı yerdə işləyin də. Düz. Məndən başqa bu ölkədə iş yeri yoxdur. Elə ki, yıxan çıxır, deyir, həci məni işə alsın, həci. Həci bədəninə bal sürtüb, gəlin yağlayın məni. Gəlin yağlayın. Bu hamısı ürəyinizin təmizliyindən, sadəliyinizdən irəli gəlir. Ay Hacı bəy. Arkadaş, o kadar ticarət mərkəzləri var. Gedin işləyin də. Kim iş istəyir çıxır, birinci mənim adımı çəkir TikTokda. Həci mənə iş vermədi. Həcidən başqa bu ölkədə ticarət mərkəzi yoxdur. Gedin işləyin də, məmləkətin qabağını tutmuşam mən. Düzdür, nervlənməyin, elə boş-boş adamlara görə. Yox, olmaz axı qardaşım. Ki mən bu adamı tanımıram. Ay qardaş, iş lazımdır. Şükür Allah'a. İşdən çox bu ölkədə iş var. Qardaşım, işdən bu ölkədə çox iş var. Hər yer bazarlar, optavoylar, ticarət mərkəzləri, ərzaq mağazaları, başqa-başqa işlər, başqa-başqa ticarət, başqa-başqa dükanlar. Gidin işləyin də. Elə yetər elə çıxır deyir, həci məni işə almadı. Həcidən başqa bu ölkədə adam yoxdur. Başqa bu ölkədə dükan işlədən yoxdur. Mənim dükanımın qabağına bal mı tökmüşəm, qaymaq tökmüşəm, yağ tökmüşəm. Elə gələn yağlayır, deyir, həci məni işə alsın. O şərəfmə nə var? Əsas sübutdur. Sübutdur, faktdır. Mənim adımda da nə qədər fake səhifələr açılıb, ona buna nəsə yazıblar, eləyiblər. Mənim neyimə lazımdır? Arkadaş, gidin ayrı yerdə işləyin də, məndən nə istəyirsiniz siz? Niyə tökürmüsünüz mənim üstümə?
Oo, kim iş istəyir çıxır TikTokda iş axtarır. Həci mənə iş versin. Həci məni işə almadı. Ay Həcidən başqa bu ölkədə ticarət mərkəzi yoxdur. Ay çıxın bu ticarət yerlərin adlar bu nə qələt elədik. Bir dənə bu ölkədə 2 dənə məşhur mağaza var. Günel Ticarət, bir də İlyas Ayaz Baku. Bu boyda ölkədə valla tanınmaq da bir zibil bir şey deyil qardaş bu ölkədə. Bu boyda ticarət mərkəzləri var ki, bunların yerləri tanınmırdı ya. Ona görə çıxıb bunların adını çəkmirlər də. Vallahi Bu da Allah mağazalar var. eləsin. Vallahi adım pis təsir edir, düzdür. Əsəbləşməyin. Boş verin. Allah sizə can İş axtaran sağlığı da versin. çıxıb TikTokda iş axtarır. Ay kişinin qızı iş axtarırsan, gələrdi mənim yanıma. Deyərdin, ay Həci, mən iş istəyirəm. Mənim atasız uşağa baxıram. Olarmı mənə iş verəsən? İndi vapşim ki o gələ bilməz. İndi vapşim ki o ətrafıma gələ bilməz. Oldu, öpürəm səni, danışaram səndən Sağ olun, şəxsən. sağ olun. Allah amanında. Hələlik, Allah əmanət qal. Oldu ürək.